faktli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda orta aylıq əmək haqqı ilə bağlı yeni məlumat açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin yanvar-iyun aylarında ölkə üzrə muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7% artır. Məlumata əsasən bu ilin ilk 6 ayında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1174 manat 40 qəpik təşkil edib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq əmək haqqında nəzərə çarpacaq artım qeydə alınıb. Əmək haqqındakı dəyişikliklər əhalinin gəlirləri, istehlak imkanları və ümumi iqtisadi aktivlik baxımından diqqət çəkən göstəricilərdən biri hesab olunur. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir ki, ölkədə bütün iqtisadi fəaliyyət sahələri üzrə əmək haqqı göstəriciləri eyni səviyyədə deyil. Bəzi sahələrdə orta aylıq nominal əmək haqqı ölkə üzrə ümumi orta göstəricidən daha yüksək olub. Daha yüksək orta aylıq əmək haqqının qeydə alındığı sahələr arasında mədən çıxarma sənayesi xüsusi yer tutub. Bununla yanaşı maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə peşə elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı da orta əmək haqqının daha yüksək olduğu iqtisadi fəaliyyət sahələri sırasında göstərilir. Bu göstəricilər onu göstərir ki, əmək haqqı səviyyəsi işçinin fəaliyyət göstərdiyi iqtisadi sahədən, peşədən və əmək bazarındakı tələbdən asılı olaraq dəyişə bilir. Mütəxəssislər üçün əmək haqqı göstəriciləri əmək bazarındakı vəziyyətin qiymətləndirilməsi baxımından mühüm statistik məlumatlardan biridir. Orta aylıq nominal əmək haqqının artması isə işçilərin gəlirlərində müəyyən müsbət dinamikanın olduğunu göstərir. Lakin burada vacib bir məqamı da qeyd etmək lazımdır. Orta aylıq nominal əmək haqqı bütün vətəndaşların eyni məbləğdə maaş aldığı anlamına gəlmir. Bu rəqəm müxtəlif sahələrdə və müxtəlif əmək haqqı səviyyələrində çalışan işçilərin ümumi statistik ortalamasını ifadə edir. Yəni, bəzi işçilərin maaşı bu göstəricidən daha aşağı, bəzilərinin əmək haqqı isə daha yüksək ola bilər. 2026-cı ilin yanvar-iyun ayları üzrə açıqlanan yeni rəqəm Azərbaycanda əmək haqqı göstəricilərinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüksəldiyini ortaya qoyub. Xüsusilə mədən çıxarma sənayesi, maliyyə və sığorta, informasiya və rabitə peşə elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta əmək haqqının daha yüksək olması diqqət çəkir. Əmək haqqı ilə bağlı statistik göstəricilər qarşıdakı dövrdə də həm işçilər, həm işə götürənlər, həm də əmək bazarını izləyənlər üçün mühüm məlumat mənbəyi olaraq qalır.